Əziz qardaşlar, bizləri sonsuz nemətlərlə müjdələyən uca Rəbbimiz aylar içərisində 3 ay vardır ki, onları mübarək qərar veribdir. Bu aylar Rəcəb, Şaban və Ramazan aylarıdır. Eləcə də günlər içərisində 3 dənə 10 günlük vardır ki, bu 10 günlükləri də digərlərinə baxanda daha fəzilətli təyin eləyibdir. Həmin günlər birinci Məhərrəm ayının ilk 10 günlüyüdür ki, Aşura günü ilə yekunlaşan bu vaxtlar Allah qatında çox dəyərli qəbul edilibdir. Bu günlərdə edilən ibadətin də həqiqətən çox böyük savabının olduğu da bizlərə qeyd olunur. İkinci 10 günlük Zilhiccə ayının ilk 10 günlüyüdür. Həqiqətən bu vaxtlarda hacıların həcc ziyarətlərini yerinə yetirdikləri, Arafatda olduqları günlərdir ki, qurban kəsilməsi ilə yekunlaşır. Bu vaxtların da çox böyük fəzilətinin olduğunu Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə xəbər verir. Digər bir 10 günlük vardır ki, o da mübarək Ramazan ayının son 10 günlüyüdür. Hal-hazırda biz bu rəhmət mövsümünün içərisinə daxil olmuş oluruq. Uca Rəbbimizə dua edək ki, bu 10 günlüyün haqqını verməyi bizlərə nəsib eləsin. Və həqiqətən Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ramazanın əvvəli rəhmət, ortası məğfirət, son 10 günlük isə cəhənnəm atəşindən qurtuluş günləridir. Yəni sanki bu günlər cəhənnəmdən qurtulmamız üçün Allah tərəfindən bizə verilən bir fürsət mahiyyətində olan günlərdir. Və bir sertifikat ala bilərik ki, bu günlərdə etdiyimiz ibadətlərin sertifikatını axirətdə göstəririk və Allah Teala həmin göstərilən sertifikata görə artıq bəraətimizi almışıq deyə bizi cəhənnəm atəşini yandırmaz inşallah. Və həqiqətən baxdığımız zaman adam düşünür ki, bugün biz dünyada qarşımıza bir həşərat çıxanda, bir böcək çıxanda insan az qala qorxudan bir təhər olsun. Həqiqətən də belə bir şeylər olur. Bir də cəhənnəmin vahiməsi vardır ki, bugün biz o qorxu hallarında çox pis oluruqsa, görün cəhənnəmin o vahiməli halları ilə qarşılaşarsaq, onda bizim aqibətimiz necə olar? Və yaxud da bugün biz su ilə əlimizi yuyanda, biraz qaynar su olan vaxtı adam az qala çox pis vəziyyətə düşsün. Bir də cəhənnəmin qaynar suyu var ki, o qaynar su həqiqətən çox şiddətli olur. Buna görə də bütün bu əzab çeşidlərindən qurtulmağımız üçün bu son günü, 10 günü çox gözəl bir şəkildə dəyərləndirməyimiz lazımdır. Və həqiqətən baxdığımız zaman burada son 10 gün içərisində 1000 aydan daha xeyirli olan bir gecə vardır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu gecənin adının Qədr gecəsi olduğunu bizlərə bildirir. Və Qədr gecəsi əslində qədrini bilməyimiz önəmli olan ən vacib gecədir baxdığımız zaman. Uca Rəbbimizə dua edək ki, Allah Teala Həzrətləri bu mübarək gecəni ihya etməyi də bizlərə nəsib eləsin. Bu gecənin feyzindən, bərəkətindən yararlanmağı cümləmizə nail eləsin. Və əziz qardaşlar, eyni zamanda Qədr gecəsinin fəziləti haqqında Peyğəmbər s.ə.v deyir ki, kimdir bu gecəni ibadətlə keçirərsə, sanki 83 ili ibadət etmiş kimi savab qazanar. Və eyni zamanda bu gecədə, məsələn, kim Quran oxuyarsa, zikr edərsə, təsbihat edərsə, onun da çox böyük mükafatının olacağını Peyğəmbər s.ə.v bizlərə vəd eləyir. Həqiqətən də başqa bir hədis-i şərifdə keçir ki, Qədr gecəsini Ramazanın son 10 gününün tək gecələrində axtarın deyir Peyğəmbər s.ə.v bizlərə. Və tək gecələri bugünkü təqvimlə 20-si axşamında, 22-si axşamında, 24-də axşamı, 26-sı axşamı, hətta 28 axşamına da təsadüf eləyə bilər. Yəni bir adam özünə güvənirsə, deyirsə ki, mən bu 10 günün tək gecələrinin 5 günü ihya etmək istəyirəm deyirsə, bu günləri gecəni ibadətlə keçirməsi çox gözəl olardı. Yox, əgər bir adam deyirsə ki, mənim o qədər gücüm yoxdur, mən sadəcə bir günü ibadətlə keçirməyə güc yetirəcək qabiliyyətdəyəm deyirsə, o zaman Qədr gecəsinin düşməsi ən çox ehtimal olduğu gün 26-sı axşamı olacaqdır. Çünki bir dəfəsində Həzrət Ömər radiyallahu anh bir toplantı qurur və həmin toplantıda məşhur sahabələri dəvət edir ora, alimləri dəvət edir. Görürsən, Qədr gecəsi nə zamandır deyə hərəsi bir fikir bildirir. Həzrəti Abdullah ibn Abbas vardır ki, tərcüməl-i Quran rəqəblidir. O deyir ki, mən düşünürəm ki, Qədr gecəsinin ən çox düşməsi ehtimal edilən gecə bizim bu təqvimdən 26-sı axşamıdır.
Çünki deyir, Ramazan ayının həmin 27-ci günündə 7 rəqəmi vardır. Bu 7 rəqəmi Quran-ı Kərimdə çox yerdə keçir. Məsələn, Fatihə surəsi 7 ayədən ibarətdir. Daha sonra Yusuf surəsində orada 7 il qıtlıq, 7 il toxluq dönəmindən bəhs olunur. Bir Səfa Mərvə arasında 7 dəfə gedib gəlmək məsələsi vardır. Daha sonra Quran-ı Kərimdə səmanın 7 qatının olduğu bəhs olunur. Başqa bir hədis şərifdə Aleykümselam. Allah təkdir və tək olanları sevir deyir. 7 rəqəmin özü də bir tək rəqəmdir. Yəni dolayısıyla Qədr surəsində bəzi ibrətlər çıxardılaraq həmin 27-ci gecəsini bizim təqvimlə 26-sı axşamının Qədr gecəsi olma ehtimalı çox böyükdür deyilir, amma dəqiq bilinmir həqiqətən də. Amma bir adam deyirsə ki, mən bir günü ihya edəcəm, Aleykümselam, o gecəni ihya etməsinin çox böyük bir fəziləti vardır. Və baxdığımız zaman burada görürük ki, Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm sırf Qədr gecəsini yaxalamaq məqsədi ilə, sırf Qədr gecəsinin fəzilətinə yararlanmaq məqsədi ilə Ramazan ayının demək olar ki, bütün gecələrini ihya edərmiş, o gecələri ibadətlə məşğul olarmış. Biz də bu günlərim əgər axirətdə Peyğəmbər sallallahu əleyhi və səlləmin vəd etdiyi müjdələrdən yararlanmaq istəyiriksə, bizim də o günləri dəyərləndirməyimiz lazımdır. Məsələn, bugün biz baxırıq ki, insanlar İş dünya məsələlərinə gəldiyi zaman dünyada bir şeyi 10 dəfə götür-qoy etdikdən sonra əməl edirlərsə, üxravi məsələlərdə tənbəllik olur. Məsələn, bir adam loteriya oynayır, loteriyada onun qalib gəlmə şansı milyonda bir də ola bilər bəlkə də, o jackpotu qazanma şansı haram olan bir şeydə. Amma baxırsan gedir 100 dənə, 200 dənə loteriya alır ki, mən bunu udma şansım var. Yəni o dəqiq olmayan bir şeyə gedir nə qədər sərmayə yatırır. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm bizə dəqiq vəd edir ki, Ramazanın son 10 gecəsini ihya edərsinizsə, Qədr gecəsinə düşər, o da 1000 aydan daha xeyirli bir gecədir deyir. O zaman biz müsəlmanların da Peyğəmbərin vədinə əməl etməyimiz lazımdır əziz qardaşlar. Və burada onu da qeyd edək ki, tutaq ki, biz Qədr gecəsini ihya ediriksə, orada edilməsi çox gözəl olan ibadətlər vardır. Məsələn, qəza namazları, həqiqətən qəza namazları biz bir gecə bütün günlərin qəzasını tutarıqsa, məsələn, sübh namazının qəzasını, günorta namazı, ikindi, axşam və yatsı namazının qəzasını qılarıqsa, o zaman bizim qılmadığımız namazların bəlkə də hökmünə keçmiş olar. O təheccüd namazları vardır. O təheccüd namazları qılmağımızda çox böyük fəzilətlər vardır. Məsələn, Peyğəmbərə axirətlə qonşu olmaq istəyiriksə, çoxlu salavat gətirə bilərik Qədr gecəsində. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, axirətdə mənə ən yaxın olanınız dünyadaykən ən çox salavat gətirəniniz olacaqdır. Daha sonra tövbə edə bilərik. Tövbələr həqiqətən qəbul olunduğu bir gecədir. Burada önəmli olan qəlblə tövbə etməkdir. Məsələn, biz bəzən mexaniki şəkildə işləri icra edirik, amma onun içini doldurmadığımız hallar da olur. Ona görə həmin gecədə ruhən bir mənəvi ab-hava içərisində tövbə edərsək, ən azından bir 99 təsbihlik bir təsbihlə 99 dəfə əstəğfirullah deyərsək, bəlkə də Allah bizim günahlarımızı bağışlayır, onu da bilə bilmərik. Və eyni zamanda Allaha çoxlu dua eləməyimiz lazımdır o gecələrdə. Çünki eyni zamanda duaların qəbul olduğu bir gecədir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahdan istəyərkən bir uşağın anasından istəməsi kimi istəyin. Məsələn, bugün biz baxırıq ki, balada uşaqlar olur, evdə anası mağazaya gedərkən deyir, ana mənə də mağaza yapar. Anası deyir ki, bax oğul, mağazadan gedib o şirniyyatdan, bu şirniyyatdan yapışma onları sana almayacaq. Yəni icazə yoxdur onları götürməyə. Uşaq razılaşır, amma gedib mağazaya tutanda başlayır ağlamağa ki, ana mənə filan şirniyyat al, heşman şey istəyirəm. O elə ağlayır ki, axırda anasının ürəyi dözmür, o şirniyyatı ona alır. O şəkildə ürəklə istədiyi üçün anası ona rəhm göstərir. Eləcə də bizim də o gecədə Allah Təaladan ürəklə, səmimi qəlbdən gələcək şəkildə istəməyimiz lazımdır ki, Allah da bizə o mükafatları versin. Məsələn, əlimizə bir ət götürdüyümüz zaman pişik nə edir? Pişik o qədər ürəklə yollayır, əti bizdən istəyir ki, bizim yazığımız gəlir o heyvana və onu orada ona verməməzlik edə bilmirik. Eləcə də biz də Allahdan elə yalvararaq, elə səmimi qəlblə istəməyimiz lazımdır ki, Allah da bizim o istəyimizi o vəsilə ilə geri çevirməmiş olsun. Və eyni zamanda əziz qardaşlar, Qədr gecəsi ihya edilən bir gecədir. Yəni ihya etmək demək diri olmaq, dirilmək mənasına gəlir. Məsələn, elə adamlar var ki, Qədr gecəsində səhərə kimi oyaq qalır, amma çox yuxulu olurlar. Bəzən yuxulu gözlərlə, yuxulu beyinlə nə ibadət etdiklərinin özləri belə fərqinə varmadan o işləri görürlər. Amma bir alim gözəl bir sözü var. Deyir ki, yuxulu şəkildə o ibadətləri eləməkdənsə, dəstəmaz alıb yatmaq deyir, ondan daha fəzilətli ola bilər. Ona görə məsələn, bir adam Qədr gecəsi keçirərkən baxır saat 2-dir və yaxud da 3-dür, çox yuxusu gəlirsə, 1 saat yatmağında ona bir problem olmaz deyə düşünürəm. Çünki yatıb daha oyaq beyinlə, ibadətlərinə, gecənin sonra işlər birində qalxaraq davam eləməsi bəlkə də onun üçün daha fəzilətli olar deyə fikirləşirik. Və eyni zamanda biz
oruç tutmaq məsələsinin, Qədr gecəsi keçirmə məsələsinin iman məsələsi olduğunu görürük. Məsələn, elə xəstə adamlar var ki, baxırsan, ən ağır şəkər xəstəsidir. O adam o xəstəliyinə rəğmən o orucu tutur. Çünki onun imanı güclüdür. Amma elə adamlar da vardır ki, onların heç bir xəstəliyi yoxdur. Deyir, mən ömür boyu deyir, səhərdən axşama kimi ac qala bilmərəm. Yəni, bu deməkdir ki, oruç tutmaq xəstəlikdən daha çox iman məsələsi ilə əlaqədar bir məsələdir. Məsələn, elə adamlar var, deyirlər ki, burada biz oruç tutmaq kasıbların halından anlamaq üçündür. Gedib orucu varlılar tutsun, mən niyə oruç tuturam ki deyə etiraz bildirənlər olur. Amma onlar unudurlar ki, oruç təkcə kasıbın halını anlamaq demək deyil. Oruc eyni zamanda nəfs tərbiyəsi deməkdir. Oruc vasitəsilə biz bir çox fəzilətləri qazanmış oluruq. Məsələn, ən azından Allah Taalaya orada biz sədaqətimizi, sadiqliyimizi göstəririk. Yəni, ya Rəbbi, mən sənin rızan üçün haramlardan deyil, halallardan da əl çəkməyə hazıram deyərək Allaha olan sədaqətimizi göstərmiş oluruq. Daha sonra biz orada Allahın nə qədər qüdrət sahibi olduğunu anlamış oluruq. Məsələn, bu dünyada deyir, heç bir güc, heç bir qüvvə hər il bir ay ərzində bu qədər insanı ac saxlayacaq qüdrətdə deyil. Buna sadəcə Allah Taala qadirdir. Yəni, Allahın qüdrətini biz burada eyni zamanda anlamış oluruq. Oruç tutaraq həmçinin biz səbrimizi artırırıq, iradəmizi gücləndiririk və nəfsimizə yox deməyi bacarırıq. Məsələn, nəfsimiz yemək istəyəndə biz həmin anda deyirik ki, yox, bugün orucluyam, artıq mən ona əl uzada bilmərəm. Ona görə də orada nəfsimizə də sanki bir qalibiyyət qazanmış oluruq nəfs üzərində. Və eyni zamanda, məsələn, bir adam oruç tutarkən su içirsə, bölündəyə mömin qardaşı deyir ki, qardaş, sən oruçlusan, su içməməlisən. Yəni, ona etdiyi səhvi xatırladır. Yəni, oruç tutmaq bizə də bir baxıma, bir mömin qardaşımız səhv edərkən onun etdiyi səhvi deməyimizi bizə öyrətmiş olur ki, mömin qardaşının nə qədər xətrinə dəysən də gözəl üslubla onun etdiyi səhvi bildirməyin lazımdır ki, burada Allahın razılığını qazanmış olasan. Və oruç tutmaq həqiqətən də insana çox böyük fəzilətlər qazandırır. Peyğəmbər s.ə.v deyir ki, Ramazan ayının bir mənası da o yazda yağan yağışın havadakı tozu öldürməsi anlamına gəlir. Ona görə də biz bu günləri fürsət bilərək bizim Allahdan uzaqlaşdıran, qəlbimizin üstünü örtən o tozları tövbələrimizlə yuyub aparmağımız daha fəzilətli olar. Ona görə də bu ayda bu ibadətləri etməyimiz lazımdır. Bir digər məsələ də oruç tutan insan yemir, içmir və digər ailə daxili münasibətlərdən uzaq durur. Əslində biz bu halların mələklərdə olduğunu görürük. Məsələn, mələklər yeməzlər, içməzlər, onlar evlənməzlər, uşaq dünyaya gətirməzlər. Yəni, bu hallar mələklərdə yaşanan əslində bir hallardır. Yəni, buradan o mesajı almış oluruq ki, biz oruç tutaraq eyni zamanda mələkləşirik, mələklərin səviyyəsini yüksəlirik. Yəni, oruc bir baxıma bəndənin mələkləşməsi deməkdir eyni zamanda. Və oruclu olarkən həqiqətən də bu qaydalara əməl edərək sanki o vərdişi özümüzdə qazanmış oluruq ki, və artıq digər aylarda da həmin əməlləri yerinə yetirmək bizə çox asan gəlir. Ona görə Peyğəmbər s.ə.v deyir ki, Ramazandan nəsibini alan adam digər aylardan da nəsiblənməsi daha asan olar. Yox, əgər bir adam Ramazan kimi bir rəhmət mövsümündən öz nəsibini ala bilmirsə, o digər aylarda da ibadətə gəlməsi onun üçün daha çətin olar deyə Peyğəmbər s.ə.v bizlərə bunu belə izah edir. Və əziz qardaşlar, baxdığımız zaman orucun da növləri vardı. Məsələn, Həzrət Məryəm anamız susma orucu deyən bir oruç tutmuşdu. Həqiqətən də orada bizim üçün bir ibrət var ki, deyir, insanlar ən böyük qurtuluşun susmaqda olduğunu bilsəydilər, çox az danışardılar, deyir Peyğəmbər s.ə.v. Ona görə deyir, insanlar həlak olmuşdu, susanlar qurtulmuşdu deyə bir hədis şərif də qarşımıza çıxmaqdadır. Ona görə Həzrət İsa aleyhissalamın gözəl bir sözü var. Deyir ki, ibadətlərin ən asanı susmaqdır. Çünki susan adam ən azından bilir ki, günahdan uzaq qalmış olar. Və eyni zamanda başqa bir rəvayətdə qeyd edir ki, deyir, ibadət 10 cüzdürsə, onun 9-u susmaqdır, biri isə insanlardan qaçmaqdır. Yəni, mərdimazlar insanlardan uzaq qaçmağın özü belə bir ibadət. Məsələn, Həzrət Əbubəkir radiyallahu anh var idi ki, Həzrət Əbubəkir radiyallahu anh ağzına daş alıb gəzərmiş, çıngıl daşını ağzına alıb gəzərmiş. Soruşurlar, ey Əbubəkir, bu daşı niyə ağzında saxlayırsan? Deyir, mən boş söz danışmaqdan qorxuram. Ona görə bu daşı ağzımı saxlayıram ki, boş sözlərdən uzaq durmuş olun. Yəni, həqiqətən əziz qardaşlar, baxdığımız zaman bu həyatda bir imtihan olduğunu görürük. Amma bu elə bir imtihandır ki, orada bizim köçürtmə şansımız da var. Məsələn, biz məktəbdə imtihan verəndə orada test sualları qarşımıza qoyulur, amma heç bir yerdən baxıb orada köçürdə bilmirik. Amma Allahın imtihanı o qədər mərhəmətli olur ki,
Biz istəyəndə Qurani-Kərimi açıb həyatımızda onu tətbiq edə bilirik. Orada Peyğəmbərin sünnəsindən köçürmə şansımız olur. Yəni istədiyimiz an deyir, istədiyiniz vaxt, istədiyiniz zaman orada deyir baxıb köçürmə ehtimalımız var deyə Allahın imtahanının nə qədər asan olduğunu burada biz görmüş oluruq. Və baxdığımız zaman görürük ki, elə insanlar var ki, bədəni tox saxlayır, amma ruhunu ömür boyu ac saxlayır. Ruh da elə bir şeydir ki, bir müddət ac qaldıqdan sonra həqiqətən də ölür. Yəni bu qəlbin daşlaşması deməkdir eyni zamanda. Ona görə də ruhun ölümündən qurtarmaq üçün, ruhu diriltmək, ruhu canlandırmaq adına oruç tutmağın da həqiqətən çox böyük fəziləti vardır. Yəni, dolayısıyla əziz qardaşlar, biz görürük ki, Ramazanın son 10 günü cəhənnəm ateşindən qurtuluş günləridir. Və dolayısıyla biz bu günləri, bu rəhmət mövsümünü fürsət bilərək nə etməyimiz lazımdır? Bizi cəhənnəmə yaxınlaşdıran əməllərimizdən uzaqlaşmağımız lazımdır. Sanki Ramazan ayı sürətlə gedən həyatımızda bir qədər dayanıb özümüzü sorğuya çəkmə ayıdır. Və biz bu son 10 gündə bizi cəhənnəmə apara biləcək hansı xüsusiyyətlərimiz var, onlara düşünməliyik. Onlara tövbə edərək, ya Rabbi, mənim filan pis xasiyyətim var, o xasiyyətimi sənin rızan üçün, yəni sənin razılığını qazanmaq adına tərk edəcəm deyərək, əslində biz burada özümüzü yeniləmə ayı olaraq da bir Ramazandan faydalana bilərik. Ona görə də Uca Rəbbimizə sonunda dua eləyək ki, Allah Teala cümləmizə bəlasız bir həyat, həvasız bir din, əzabsız bir məğfirət, sorğu-sualsız bir cənnət qismət eləsin. Allah Teala mübarək Ramazan ayının son 10 gününün cəhənnəm ateşindən qurtulmağımıza vəsilə qılsın və eyni zamanda bu 10 gündə olan o mübarək Qədr gecəsi gününə rastlaşmağı, o gecəni haqqı ilə ehya etməyi, bu gecəyə verilən mükafatların tamamından yararlanmağı da cümləmizə ikram eləsin. Lillahi təala.